Ötən gün İsmayılıda bıçaqlanma hadisəsi baş verib. Hadisə saat 23 radələrində rayonun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub. Belə ki, hadisə zamanı rayon sakinləri 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Hadisə kənddə keçirilən toy zamanı qeydə alınıb. Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib. O daha sonra sərxoş olub və sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə etməyə başlayıb. Məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanmağa başlayıb. Bu zaman bəy və digər şəxslər Babayevi sakitləşdirmək istəyiblər, lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib. Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib. Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıl rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.